Hamasın İsrailə hücum gətirməsindən düz 2 il keçir. İndi Qahirə şəhərində, Misirdə Hamasın nümayəndələri, İsrailin nümayəndələri, Amerika nümayəndələri, Misr nümayəndələri və Qətər nümayəndələri bir yerə yığışıblar ta o qətnamə ki Donald Trump pişnihad eləyibdi müharibənin qurtulmasına, onun ətrafında danışsınlar. Hamas elan eləyib ki, girovganları azad eləməyi qəbul eləyir. Qəzzənin hökumətin bir qeyri-nizami heyətə təhvil verməni qəbul eləyir. Amma qalan məsələlər ki, o 20 maddəli qətnamədə gəlibdir, onlar ehtiyacı var ki, ətrafında danışılsın. Bunu əlbəttə Amerikalılar Hamasın tərəfindən müsbət görürlər və onu belə arzuyablıq eləyirlər ki, Hamas şərtlərin hamısını qəbul eləyib. Amma keçən 20 ildə biz şahid idik ki, dəfələrcə belə bir imkanlar vücuda gəlibdir və əvvəldə çox ümid yaradıbdır ki, sülh olacaqdır. Amma bir müddətdən sonra ya İsrail, ya Hamas özü o qərardadı ayaq altına qoyublar və bir yerə çatmayıbdır. Qərardadda Donald Trump tövsiyə eləyib, İsrailə, Netanyahuya pişnihad eləyib ki, bombardımanlar dayansın. Amma görürük ki, indi neçə gündür ki, bu Hamas nəzərin deyibdir. Cümə günü o dedi ki, mən qəbul eləyirəm bunun əsasın külliyyatın, vəli bombardımanlar hələ idaməsi vardır. Gündə 50 və 60 nəfər bombardıman əsərində ölürlər. Amma hər halda bu bir ümid yaradır. Bu ümid hardan yaranır? Nəzərə gəlir ki, bir miqdar o balans siyasi ki, var idi məntəqədə, o dəyişilibdir. Keçmişdə İsrailin labı qüvvəsi Amerikada tamam ayrı ölkələrin cəminin labısından qüdrətli idi və İsraillilər, xüsusən İsrailin o Netanyahunun partiyası eləyə bilirdilər öz siyasətlərin Amerikada yer istinə və Amerikanın əleyhinə öz siyasətlərin qabağa aparsın. İndi bir ayrı şərait yaranıbdır. Bu sülh pişnihadını ki, Trump elan eləyibdir. September ayında Birləşmiş Millətlər Təşkilatının iclasında bir sıra görüşlər oldu. O görüşdə Trump Tayyip Erdoğan'la, Qətərin əmiri ilə, İmarat-ı Müttəhidənin əmiri ilə, Ərəbistan-ı Suudunun şəhzadəsi ilə, Pakistanın nümayəndə vəziri ilə, Endonezinin rəisi cümhuri ilə və ordunun nümayəndəsi ilə görüşdü. Demək olar ki, indi məntəqədə bir etilaf vücuda gəlibdir, ümumən müsəlman ölkələrdən. Ki, bunun mərkəzində Ərəbistandır, Qətərdir, İmarat-ı Müttəhidədir və Misrdir. Bu 4 ölkə. Onun kənarında 3 dana qeyri-ərəb müsəlman ölkəsi, başda Türkiyə, sonra Pakistan, sonra Endonezi qərar tutur. Bu 7 İslami ölkənin qüdrət lobigərisi Amerikada Siyaret Ruznaməsinin yazdığına görə İsrail labısından qüdrətlidir. Xüsusən ki, bu ölkələrin çoxlu iqtisadi imkanları vardır və Amerikanın ehtiyacı vardır ki, onlarla yola gəlsin,
ta həm məntəqədə sülh bərqərar olsun, həm də onlar Amerikanın iqtisadında sərmayəgüzarlıq eləsinlər. Bu əsasda nəzərə gəlir ki, indi bu Trumpın tövsiyəsini İsrail ya Netanyahu qəbul eləməyi qeydir bu taza balansa ki, siyasət səhnəsində məntəqədə vücuda gəlib və rahatçılıqla keçmişdəki kimi Netanyahu onu ayaq altına qoya bilməyəcəkdir.